Hamı sizin qədər anlayışlı olsaydı nə olardı ki? Bizim heç bir problemimiz qalmazdı. Çox sağ olun. Deyir ki, pasiyentimiz orada heç vaxt növbə üstündə söz etməmişəm, növbəmi dəfələrlə vermişəm. Çünki orada yorulmursan, xoş xəbər eşidib dincəlirsən. Bu sizin yaxşı niyyətinizdir. Çünki orada yəqin ki, ayaq üstə dura bilməyən, əziyyət çəkən, təcil olan pasiyentlər görüb yerinizi vermisiniz, növbənizi vermisiniz. Bu sizin insanlığınızı göstərir. O ki qaldı saat növbə məsələsinə valla. Qoy tək qüsurumuz bu olsun, amma üstündən öhdəsindən gəlmək mümkün deyil. Çünki öhdəsindən gəlməyə çalışsaz, yəni gündə mən 30 xəstə baxası olsam, ancaq o 30 xəstəni çox rahatlıqla qəbul edərik, çox rahatlıqla saatlara yazıb yola sala bilərik. Amma əlbəttə ki 30 xəstə baxmırıq. Çox da artığına baxırıq. Ona görə də biz 30'un üstünə çıxdıq. Yəni belə deyim, 30'da limit desək, müraciət edən xəstələrə gərək 2 ay, 3 ay, 4 ay sonra yazaq. Bu da sizin işinizi görməyəcək. Ona görə gəlib orada birazcık artıq gözləmək sizdən bir şey itirməyəcək. Tam tərsi işinizin həll olmasına gətirib çıxardır. Çünki onsuz da sizin işiniz bitmədən biz oradan ayrılmırıq. Heç bir işçimiz oradan ayrılmır. Dünənləri 6-cı gün idi. Mən xəstəxanadan çıxanda saat artıq 6 idi. Çox böyük ehtimalda işçilərimiz də məndən bir saat yarım sonra çıxdılar. O dosyaları təzədən düzənləyib, analizlərə baxıb, cavabları pasiyentlərlə paylaşıb, ondan sonra çıxırlar onlar adətən. Yəni bizim işimiz belədir, bu şəkildədir. Sizdən tələb olduqca biz onları maksimum dərəcədə sürətli şəkildə həll etməyə çalışırıq. Yəni belə deyim qısaca, naz eləyib 3 ay sonra gəl, 5 ay sonra gəl demirik. Hətta bunu eləyən bəzi bunu yalandan eləyən bəzi özləri bilir. Ay səni. Nəsə, mən bir dənə istəyim, sadəcə o bəzilərdən bizi eyni tərəziyə qoymayın. Yaxşımı? Mən də, komandam da maksimum dərəcədə işinizi həll etməyə çalışır. Demirəm hamıya kömək edə bilirik. Mənim elə bir iddiam yoxdur. Alınmayan pasiyentlər də olur, kömək edə bilmədiyimiz pasiyentlər də olur. Amma yanınızdayıq. Heç kim yanında olmadığımı iddia edə bilməz, deyə bilməz. Alınmayanda da yanınızdayıq. Qısacası bu. Özünüzə yaxşı baxın.